Paytaxtın Xətai rayonu 8 noyabr prospektində yerləşən Azur Rezidens yaşayış kompleksinin sakinləri Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 25-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış və icrası məcburi olan yekun hüquqi sənəd statusu almış qərarın icra olunmaması və kompleksdə baş verən qanunsuz müdaxilələrlə bağlı ictimai müraciət yayıblar. Sakinlər bildirirlər ki, kompleksdə mülkiyyət hüquqları Güvənli Servis Menecment MMC və MTK rəhbəri olan Babək Babayev tərəfindən kobud şəkildə pozulur. Mənzil Məcəlləsinin imperativ normalarına əməl edilmir və məhkəmə qərarının icrası süni şəkildə əngəllənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 25-ci il tarixli qüvvədə saxlanılan qərarı ilə yaşayış kompleksində idarəetmə forması və mülkiyyətçilərin hüquqları təsbit edilsə də, sakinlərin iddiasına görə əvvəlki idarəedici qurum tərəfindən qərarın icrasına maneələr yaradılır. Onlar bunu qanunun aliliyi prinsipinin pozulması kimi qiymətləndirirlər. Sakinlər həmçinin bildirirlər ki, Mənzil Məcəlləsinə əsasən bir yaşayış kompleksində yalnız bir idarəetmə orqanı fəaliyyət göstərməlidir. Ayda müəyyən miqdar, yüksək miqdarda pul yığılır. Sakinlər kommunal ödəyir. Bu kommunal hara gedir? Bina çox pis vəziyyətdədir. Təzə tikilənir. Azərqaza neçə illərdir pullarını ödəməyiblər. Qəsdən, yəni ki, orada borcda 236 min borc yığılıbdır. Deyir, bunu Xətai 48 verməlidir. Azərishiqə 450 min pul yığılmışdı. Deyir, bunu Xətai 48 verməlidir. Amma onlara baxmayaraq, bunlar hər ay burada neçə min pul qazanırlar, neçə min pul götürürlər, hara istifadə olunurlar. Bu haqda dəfələrlə hüquq mühafizə orqanlarına yazılsa da hələ bir xəbər çıxmır. Yəni dövlət orqanlarına da biz rəsmi müraciətlər eləmişik dəfələrlə. İndi fürsətdən istifadə edib buradan da bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, digər mühüm dövlət orqanlarına ki, bu məsələ nəzarətə götürülsün, araşdırılsın ciddi şəkildə. Çünki istismara təhvil təslim aktında bina 2014-cü ildə istismara təhvil verilib. Lakin çıxarışa baxırıq ki, 2011-ci ildə çıxarış verilibdir. Bu ciddi bir pozuntudur. Araşdırılsa cinayət faktıdır, sənədlərin saxtalaşdırılmasıdır və bir çox məsələlərə aydınlıq gəlməlidir, korrupsiya halları da ola bilər. Yəni dövlət orqanları bu məsələyə ciddi yanaşıb araşdırmalıdırlar. Qanuni qərarı ilə yaradılmış və dövlət qeydiyyatından keçmiş Xətai 48 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti binanın yeganə qanuni idarəedici qurumu kimi göstərilsə də, iddialara görə Güvənli Servis Menecment adlı kənar şirkət hələ də kompleksdə fəaliyyət göstərir və qeyri-qanuni ödənişlər toplayır. Sakinlərin sözlərinə görə ümumi istifadədə olan ərazilərdə də ciddi dəyişikliklər edilib. İddialara əsasən bir vaxtlar mövcud olmuş lazer fontan kompleksi sakinlərin xəbəri olmadan sökülüb. 3-cü mərtəbədə yerləşən əyləncə zonaları isə ofis sahələrinə çevrilib. Bu vəziyyət ümumilikdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Sakinlər həmçinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar olduğunu bildirirlər. Onların iddiasına görə ofis sahələrinin mühafizəsi bəhanəsi ilə ümumi istifadədə olan liftlərin hərəkətinə məhdudiyyət qoyulub. Bu isə fövqəladə hallar zamanı evakuasiya imkanlarını çətinləşdirə bilər. Bundan başqa kompleksdə maliyyə şəffaflığının olmadığı da iddia olunur. Sakinlər qeyri-yaşayış sahələrindən toplanan vəsaitlərin taleyinin bilinmədiyini, həmin vəsaitlərin binanın texniki xidmətinə və ümumi ehtiyaclarına yönəldilmədiyini bildirirlər. Bu da infrastrukturun getdikcə yararsız hala düşməsinə səbəb olur. Azur Rezidens sakinləri aidiyyatı dövlət qurumlarına müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 25-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış qərarın tam icrasını, idarəetmənin Xətai 48 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməsini, qanunsuz dəyişikliklərin aradan qaldırılmasını və maliyyə idarəetmədə şəffaflığın təmin olunmasını tələb edirlər. Sakinlər bildirirlər ki, hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər. Bir daha xatırladaq ki, bina sakinlərinin ayrıca müştərək cəmiyyət yaratmasına və sözügedən şəxsi idarəetmədən uzaqlaşdırmasına səbəb illərdir onların iradəsi xaricində verilən qərarlar, müxtəlif adlar altında yığılan pulların aidiyyatı üzrə xərclənməməsidir ki, bunu da insanların inanılan sui-istifadə hesab etmək olar. Üstəlik də onların sözlərinə görə bir zamanlar gözlərini boyayan reklamlara inanıb aldıqları mənzilin dadını yalnız 2020-ci ildə dünyanı çənginə alan pandemiyaya qədər dada biliblər.
Sözü gedən dövrdə bölgələrə yollanan bu insanlar geri gələndə binanın içində azıb qaldıqlarını, reklamda göz oxşayan lazerli hovuzdan, Megafon əyləncə mərkəzindən əsər əlamət qalmadığını görüblər. Saat nədir? Adi bir saatda onun əhəmiyyəti çox böyükdür. Ona kimi söktülər, apardılar bizdən. Onu axı biz alanda o evi, onların hamısını bizə göstərib almışdıq. Biz onlara hamısına pul verib almışdıq. Biz hovuzu görüb almışdıq, Megafonu görüb almışdıq bu evi. Bu vəziyyətdə axırda mən işləmirəmsə də bütün hamısını sökür. İndi də Sən demə Qoçaq sərkərdə adını daşıyan Babək Babayev qısa zamanda özü də bayıra çıxma qadağası olduğu bir vaxtda binanın içini tam dəyişdirməklə öz qoçaqlığını fərqli nümayiş etdirməyi bacarıb. Sakinlərin iddialarını və müraciətlərini dinlərkən hansısa sahibkarın bu boyda dövlətin qanunlarına və qurumlarına tək başına təsiri təəccüb və sual yaradır. Yəni doğrudanmı bir sahibkar nümayişkaranə surətdə qanundan, məhkəmə qərarından üstün olduğunu göstərə bilir? Hesab edirik ki, bu nə bir şəxsin böyüklüyüdür, nə də qanunun zəifliyi. Bu, icra edici orqanın ya məsuliyyətsizliyidir, ya da şəxsi marağı. Hər halda ortadakı reallıq belə qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, ötən həftə məsələ ilə bağlı tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə Naziri hörmətli Fərid Əhmədova rəsmi sorğu göndərilib. Mövzunu davam etdirəcəyik. Redaksiyanın hər kəsin söz haqqını tanıyır.